Vətən qaladır, əzəmətli, vüqarlı qala. Qalanı ucalıq mərtəbəsində tutan, ruhun ucalığı bilən, sal qaya kimi düşməninin qarşısını kəsən oğullardır. Bir-birinə arxa dayaq olan bu qayaların ürəkləri vətən sevgisi ilə, vətən eşqi ilə döyünür. Onlar vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür. Şəhadətləri ilə ölümü ucaldır, əbədiyyətə qovuşurlar. Şəhidlik adi ölüm deyil. Vətən, torpaq, böyük amallar uğrunda canından keçmək, özünü şuurlu şəkildə qurban verməkdir. Keçdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yadda qalan olmur. Elə günlər var, onlar unudulub gedir. Elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhrəmanlardandır şəhidlər. Həyatını vətəninə bağlamış bu igidlərimizdən biri də şəhid Şirinov Sahil Həsrətoğludur. Sahil Həsrətoğlu Şirinov 1992-ci il iyun ayının 24-də Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. O, 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə məktəbi mota atıcı taqım komandiri ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsi alıb. Şirinov Sahil Həsrətoğlu 2016-cı il aprelin 4-də Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Sahil, həyatı yarım qalmış şəhidin. Toy edəcəkdi özünə, xonçaları hazır qalan şəhidim. Sadə bir ailədə böyüyən Sahil, uşaqlıqdan vətənpərvər ruhunda tərbiyə alan bir gənc idi. Hərbi xidmətə gedəndə bu vətən sevgisi daha da gücləndi. O, sadəcə bir əskər yox, həm də ruhu güclü, mübariz bir insan idi. 3 ay sonra toy olacaqdı Sahilin, heç nədən xəbərsiz. Ən son görüşündə bizi yanmağa gəlmişdi. Bax, o görüş son görüş oldu. Mən bunları çox çətin şəkildə qələmə alıb dilə gətirirəm. Çox kədərlənirəm. Hər dəfə ayrı-ayrı şəhidlərimizin evinə gedəndə, analarından müsahibə alanda hər birində eyni iki duyğunu yaşayıram.